Hər adama qismət deyildi Hüseyn qatili olsun. Bu da bir qismətdir. Haqqın yanında fiziki mənada olub, haqqa tam könül verməyən, haqqın əmrləri içində ancaq könüllü istəyəni ürəklə eləyən, istəməyənə etiraz eləyən adamlar ki, bugün də varsa, onlar çox təhlükəlidirlər. Haqqa süstlük göstərən adamların aqibəti belə olur ki, batilə qolu bağlı qul olurlar. İmam Hüseyn bunları ifşa elədi. O ki, dilləri axirə zamanda ələnəcəksiniz. Bu ələk bu mənada olacaq. Bizim içimizdən o insanlar bu imtihandan çıxmayacaq ki, bu yoldadılar, yer tutublar burada, amma ürəkləri istəyən kimi Allaha itaət eləməyi sevirlər. Harada Allahın hökmü bunların istəyi ilə toqquşdusa, onda könülsüz edirlər ya eləmirlər. Bu insanlar imtihandan kəsiləcəklər.